Bugün Zəngilan sakinləri üçün çox gözəl əlamətlər bir gündür. Uzun fasilədən sonra siz doğma vətənə, Zəngilan şəhərinə qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bugün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz onun davamçıları, onun vəsiyyətini yerinə yetirdik və bugün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil bu illəri yaxşı xatırlayır. 93-cü ildə bizim nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altındaydı və o vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşa, Laçın, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və o vaxtki hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması, gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. Və o vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taliyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyllərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu. Ölkəmizdə sabitlik yaradıldı, inkişafa başlamışdıq və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başlamışdı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər. Hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Şuşa əldən gedərsə başıma güllə çaxaram deyən o namərd xain bugün də orada-burada sülənir. Amma o vaxt dərdimiz ondaydı ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişlər. Heç bir bilik, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşlar. Ordumuz faktiki olaraq quldurların əlində idi. Bütün bu mənfi meyllərin qabağını almaq, o cümlədən o vaxt müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü siyasi iradə lazım idi və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək və onun siyasətini davam etdirərək bugün biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq,
ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyllərini gücləndirdik və faktiki olaraq Azərbaycanı beynəlxalq təcriddən də çıxara bilmişdik. Və 2-ci Qarabağ müharibəsi zamanı nə qədər bizə təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birinci, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr, hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. Və 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr də sıradan olan ölkələr deyil. Onlar nüvə dövlətləridir. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün kimlərlə biz üz-üzə qalmışdıq. Və hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs alma imkanı verməmək üçün dəridən qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, öldü var, döndü yoxdur. Biz yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi və yenə də 93-cü ildəki kimi xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdir. O mənə güc verirdi və işin sonuna qədər, Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik. Və təbii ki, o vaxt müharibənin davam etdirilməsi məqsədə uyğun deyildi və sonraki hadisələr bunu əyani şəkildə göstərdi. Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdır. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə qalmışdır və o vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını biz siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Və ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Və əmr də verilmişdi və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmışdır. Burada heç bir başqa amil yox idi. Heç bir kənar qüvvə onlara təzyiq eləmirdi. Ancaq bizim sərt mövqeyimiz. Və nəzarətdən kənarda qalan hissədə gec-tez bizə qayıtmalı idi. Amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar, bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etmişdir. Ermənistan ordusu ikinci dəfə təslim oldu. Separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik. Bütün bu şanlı tarix bizimlə əbədi olacaq.
Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq. Gənc nəsil isə bunu bilməlidir. Məktəblərdə, ailələrdə, cəmiyyətdə bu parlaq tariximiz bizim qürur mənbəyimizdir. Bu əbədi belə olacaq. Və əlbəttə ki, bir də qayıdıram Ulu Öndərin siyasi mirasına. Həlledici məqam məhz 93-cü ildə idi. Oktyabr ayında prezident vəzifəsinə seçiləndən sonra bütün o mənfi meyllərin qabağı alındı. Düzdür, o vaxt bizim imkanlarımız çox məhdud idi. Çoxlu problemlər var idi. Bir nömrəli problem məcburi köçkünlərin yaşayış şəraiti. Onu da biz tədricən həll etməyə başlamışdıq və artıq 2007-ci ildə çadır şəhərcikləri qalmamışdır. Orada vaxtı ilə məskunlaşmış insanları biz evlərə, mənzillərə köçürtdük və hər dəfə işğal dövründə keçmiş köçkünlərlə dövlət xətti ilə inşa edilmiş yeni şəhərciklərdə görüşlər zamanı deyirdim ki, bu müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra daha gözəl sizin üçün şərait yaradılacaq. Bax, bugün Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir daha təsdiqləyir. Və işğalın fəsadlarını aradan qaldırmaq, bu da çox çətin bir prosesdir. Minalar, torpaqların demək olar ki, zədələnməsi və işğalçılar tərəfindən zəhərlənməsi, ekosid, bəsit çay dünyaca məşhur olan bir qoruq idi. Dünyada deyilənə görə ikinci ən böyük çınar ağaclarının bir yerdə olması və qədim çınar ağaclarının qoruğuydu. Onun demək olar ki, yarısını Ermənistan dövləti məhv edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb. Bizim ümumiyyətcə meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü heç bir əsası olmadan Azərbaycan xalqı erməni xalqına heç bir pislik eləməmişdi. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Və nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr varsa, bir o qədər də biz ayıq olmalıyıq. Bugün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilir. Və nə qədər onun arxasında dururlar, dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur. Onlar acizdilər. Elə gücləri var idisə, elə 20-ci ildə kömək eləyərdilər də Ermənistana. Bugün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər, elə 20-ci ildə elə həmən liderlər idi də, hakimiyyət başında, öz ölkələrində. Gəlib yiyək duraydılar da Ermənistana. Boş boğazlıqdan başqa işinə yoxdur. Onların da işi gücü boş boğazlıqdır. Ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15%'dir. İndi güya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi. Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi.
Bugün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri güya ki keşik çəkirlər. Ya mən o vaxt da demişəm, bir dənə güllə biz atsaq, onların dabanları parlayacaq, heç izi tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, güya ki onlar bizdən Ermənistanı qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq və özünü yenə də yalancı qəhrəman kimi Ermənistandakı bu tədbirdə göstərmək ki, güya ki onlar Azərbaycanın qabağını alıblar, yoxsa güya ki bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdir. Hamısı cəfəngiyyətdir. Bizim belə niyyətimiz olmayıb və yoxdur və olmayacaq. Əgər bizə qarşı yenidən təhribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var. Və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq. Bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün bizim hərbiçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik və məhz buna görə bugün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də 1-ə 10 artdı. Və bugün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz. Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Bizim qədər tam mütləq bir mənalı qələbə qısa müddət ərzində qazanan ikinci ölkə olmamışdır. Özü də bu müharibəni biz bütün beynəlxalq humanitar normalara uyğun aparmışdıq. Ermənistandan fərqli olaraq. Onlar bizim şəhər kəndlərimizi İskender M, SKAD və digər balistik uzaq mənzili raketlərlə vururdular. Mülki əhaliyə qarşı müharibə aparırdılar, həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində. Biz isə bir dənə də ermənilərə mənsub olan mülki obyekti dağıtmamışdıq. Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək su verək. Bax, fərq budur. Mən indi dərinə getmək istəmirəm. Hər bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə budur fərq. Və Zəngilanı yerlə yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi. Təkcə Qarabağ separatçıları deyildi. Kütləvi sürətdə bütün onların demək olar ki, əhalisi gəlib talançılıqla məşğul idi. Və hətta deyirlər ki, gedirik talana. Yəni, bunlarda bir qayda idi, bu normal bir davranış idi. Yəni, vəhşilik normal bir davranış idi. Kim nə qədər çox daş uğradı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparırdılar, satırdılar İran bazarlarında, həm Ermənistan bazarlarında. Bax, fərq budur. Biz bunu edə bilərik. Bizim insanlarımız heç ağlına gəlməz belə. Ona görə bilirsiniz, yenə də deyirəm, bizə olan bugün dünyada
hörmətin bir çox səbəbləri var. Həm qalib xalq kimi, həm müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub yaradan xalq kimi. Yaxşı da bu 30 il bu Zəngilan bunların əlində idi. Daş da qoyardılar da, əgər bu bunların torpağıdırsa. O Zəngilanın o dağılmış məscidini biz konservasiya eləmişik. Orada da kiçik bir foto sərgi təşkil eləmişik ki, heç kim unutmasın nə günə salmışlar onlar bizim dini, tarixi abidələrimizi. Bu onların idisə tikib qurardılar da. Cəmi 5 il keçib. Tək Zəngilan yox, görün, hər yerdə quruculuq işləri, yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər, sahiblər belə eləyər. Talançı, işğalçı gələr, sökər, dağıdar. Amma nə qədər söksələr də yenə də bizim iradəmizi qıra bilmədilər. Biz qayıtmalıydıq və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub yaradırıq. O cümlədən Zəngilan rayonunda bu şəhərdə birinci yaşayış məhəlləsidir. Elə ikinci, üçüncü olacaq. Bu layihələrin bəziləri təsdiqləndi, bəziləri indi təsdiqlənəcək, inşaat gedəcək. Zəngilanda bax, dediyim ermənilər tərəfindən o dağıdılmış məscidin yanında gözəl, bəlkə də ölkəmizin ən gözəl məscidlərindən biri olan Zəngilan məscidini inşa etdik. Zəngilanda əslində birinci yaşayış məntəqəsi qurulmuşdur Ağalı kəndində. Bu da demək olar ki, Zəngilana xüsusi münasibətin əlaməti idi. İndi onun yanında Məmməd Bəyli kəndi salınıbdır. Şəhər genişlənəcək. Zəngilanda hava limanı fəaliyyət göstərir. Konqres mərkəzi. Yenə də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi Dost Aqropark Zəngilanda yaradılmışdır və mənə verilən məlumata görə artıq o öz hədəfinə çatır. Çünki hədəfi 10.000 baş cins malqara idi. Bu hədəfə artıq yaxındır və 6.000-ə yaxın hektar torpaq da orada da işlər gedir. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir və biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə, bəlkə də bir il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq. Necə ki, bugün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək. Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana bir 30 dəqiqəlik bir yol olacaq və biz ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik. Eyni zamanda İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu beynəlxalq nəqliyyat dəhlizi olacaq. Və buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki ora xidmət edən insanlar işlə təmin olunacaqlar və Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına bunun çox böyük töhfəsi olacaq. Ermənistanla burada sərhəd açılandan sonra, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki olaraq
ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd keçid məntəqəsi olacaq. Və görün nə qədər bunun böyük əhəmiyyəti var. Çünki bu həm şərq-qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur. Həm şimal-cənub dəhlizidir, Zəngilandan Ağbənd üzərindən İran və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Cülfaya, yenə də Fars körfəzinə. Bu beynəlxalq bir mərkəz olacaq. Əvəz olunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bugünə qədər bütün planlarımız gerçəkləşdi və azad edilmiş torpaqlarda görülən işlərlə bağlı biz həm tələsirdik, həm də hər şeyi düzgün etməyə çalışırdıq, planlı şəkildə. Strategiya əsasında ki, hər şey düzəməlli olsun, həm insanların yaşayışı üçün, məşğulluğu üçün, təhsili üçün, eyni zamanda ölkə iqtisadiyyatı üçün. İndi Zəngilan rayonunda 5 il ərzində 42 meqavatlıq su elektrik stansiyaları tikilmişdir. İsrail vaxtında bu yox idi. İndi bu Zəngilanı belə müstəqil şəkildə tam enerji ilə təmin edə biləcək. Burada 200 min əhali yaşasa belə. Amma bütövlükdə biz artıq sudan 300 meqavatdan çox enerji götürürük. İndi günəşdən də götürəcəyik 1-2 il ərzində, ondan da çox. Bütün bunlar yəni, ölkənin gücüdür. Və yenə də deyirəm, hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq, amma eyni zamanda hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq. Sizi bir daha təbrik edirəm. Sizə can sağlığı. Möhtərəm cənab prezident, bugünkü gün qeyd etdiyiniz kimi əlamətlər bir günə təsadüf edilir, əlamətlər bir gündə keçirilir. Xalqımızın ümumilli lideri, ulu öndərimiz Heydər Əliyevin anadan olduğu gündür. Ulu öndərimizin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətləri misilsizdir, əvəz olunmazdır. Onun ən böyük arzularından biri işğal olunmuş torpaqların azad olunması, sakinlərin öz ata-baba yurtlarına qaytarılması idi. Sizin uğurlu siyasətiniz və Ali Baş Komandanlığı sayəsində Ulu Öndərin arzuları yerinə yetirildi. Bugün onun ruhu şaddır. Biz bugün bura ruh yüksəkliyi ilə, fərəhlə, sevinclə qayıdırıq. Bu sevinci bizə bəxş etdiyinizə görə sizə minnətdarıq. Tanrıdan sizə can sağlığı arzulayırıq. Tanrı sizi qorusun. Allah Taala şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Ailələrinə səbir diləyərəm. Qazilərimizə, müharibədə iştirak edən bütün oğullarımıza can sağlığı arzulayıram. Allah xalqımızı qorusun, dövlətimizi qorusun, sizləri qorusun. Bir daha minnətdarıq. Gün bizimlə görüşə gəldiyinizə görə. Sağ olun. Cənab Prezident, biz də çox şadıq. Zəngilan torpağında bugün sizinlə görüşürük. Bu bizim üçün bir qürur, doğrudan çox şərəfdir. Bunu bizə yaşatdığımız üçün sizə minnətdarım. Uzun illərdir biz öz torpaqlarımızdan ayrı düşmüşdük. Amma arzularımıza bugün çatmışıq. Doğrudan da xəyalımıza da belə gəlməzdi ki, biz öz torpaqlarımıza qayıdarıq. Biz buna görə sizə minnətdarıq. Sizin qətiyyətiniz, gücünüz, iradəniz, eləcə də ordumuzun şücaəti nəticəsində biz bunlara nail olduq. Sizin bizimlə birlikdə birliyiniz, bizim xalqımıza məhəbbətiniz, sevginiz bizə güc, qüvvət verdi. Buna görə sizə minnətdarıq. Biz hamımız Zəngilan əhalisi adından danışıram. Biz sizi çox sevirik. Sevimli Mehriban xanıma bizim salamlarımızı çatdırın. Allah sizə can sağlığı versin, uzun ömür və xalqın namına gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq. Allah ailənizi qorusun. Çox sağ olun. Çox sağ olun.
Möhtərəm cənab prezident, mən öz doğma torpağına qayıtmış bir Zəngilan gənciyəm. Eyni zamanda qürurla bildirmək istəyirəm ki, mən öz müqəddəs peşə fəaliyyətini elə müqəddəs Zəngilanımızda davam etdirən müəllim ailəsinin başçısıyam. Onu da qeyd edeyim ki, mənim öz həyat yoldaşımla birlikdə qayıdışın ilk məskəni olan Ağalı kənd tam orta məktəbində öz şərəfli, müqəddəs peşə fəaliyyətimizi birlikdə icra edirik. Zəngilan gənclərinin savadlı yetişdirilməsində, vətənpərvər yetişdirilməsində, intellektual olmasında biz öz əməyimizi səylə ortaya qoyuruq. Onu da qeyd etmək istəyirik ki, bu qüruru bizə yaşatdığınız üçün sizə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarımıza Allahdan can sağlığı diləyirik. Zəngilan gəncləri olaraq hər zaman dəmir yumruq kimi sizin ətrafınızdayıq. Çox sağ olun. Sağ ol. Sağ ol. Atanların təqdim edilmə mərasimindən başlayır. Dəvət olunur Sarıyev Əli Məhəmmədoğlu. Sağ ol. Minnettarım. Şəhid olmasın. Türk gülü. Türk gümrükdən. Harda hər şəhid oldu. Hocavat'ta. Hocam. Allah rəhmət etsin. Oktyabr inmesi şöyle. Allah rəhmət etsin. Sizin sana zamanla ne kadar borcu ne de olduğunu tabii. Çok Allah sağ ol. rəhmət etsin. Minnettarım. Sağ ol. Ben Buyurun. Hayır. Gürcistan'ım. Ben 8 bin yaşa danışabildim. Gürcistan söylüyorum. Ben sağ ol. Sağ ol. Minnettarım. Sağ ol. Çok sağ ol. Sağ ol. Yola sağ ol. Kərimov Elmi Sərdarov. Teymurova Saadət Eldar. Təbrik ederim. Nəcəfova Ləman Famil. Təbrik ederim. Məmmədova Həqiqət Mürvət. Təbrik ederim. Rəhimov Murad Fərəcov. Təbrik. Cəfər Uluyev İmaməli Hüseyoğlu. Təbrik ederim. Çok sağ olun. Minnettarım. Rəhimov İdris Faryelov. Təbrik ederim. Heydərova Bənövşə Yusif qızı. Təbrik ederim. Cəffarlı Cəfər Şahidov. Təbrik ederim. Sağ olun. Sen ağılda yaşıyorsun. Bəli, bəli. İndi bura köçürsən. Çox sevirəm. Balakişiyeva Səliyə Zakir qızı. Təbrik ederim. Məhərrəmov Sənan Nizamioğlu. Təbrik ederim. Bağırova Raya Qurban qızı.
Əliyeva Tahirə İbrahim qızı. Təbrik edirəm. Ağabalayev Ağabala Aydınoğlu. Təbrik edirəm. Zayiyeva Günay Xudayar qızı. Çox sağ olun. Çox sağ olun. Eyvazov Mübariz Soltanoğlu. Təbrik edirəm. Çox sağ olun. Nurkanov Nabullah Orucov. Təbrik edirəm. Əsədov Balakişi Qabilov. Təbrik edirəm. Sağ olun, sağ olun. Və Nəbiyev Elvin Əliyev.